Deməli, bizim bu günləri sizlə birinci məsələmiz ümumilikdə belə götürürük ki, Office proqramlarını, yəni Microsoft Office proqramlarını necə açmaq olar? Yəni məsələmiz budur. Bu günləri sizlə bir neçə dəqiqədə bunu öyrənmiş olacağıq. Aydındır? Gəlin baxaq görək biz necə aça bilərik. Bunun üçün deməli ekranımızı tanımalıyıq. Ekranımızın adı deməli nədir? Ekran görünürsə bizim üçün biz ona deyirik desktopdur, rабочий stol və yaxud da iş masası adlanır. Hal-hazırda mənim də iş masamı görə bilirsiniz. Deməli, istənilən Office proqramlarını açmaq üçün fərqi yoxdur. Word-dür, Excel-dir, PowerPoint-dur, heç bir fərqi yoxdur. Açmaq üçün birinci növbədə nə edirik? Biz tanımalıyıq menyularımızı. Bizim 2 cür menyumuz var. Biri baş menyudur, biri də kontekst menyudur. Kontekst menyu sağ düymə vasitəsilə açılır, sağ düymə. Baş menyusu isə start düyməsi vasitəsilə açılır. Start harda yerləşir? Tapşırıqlar zolağında yerləşir, ən sol tərəfdə, sol hissədə. Aydındır. Tapşırıqlar zolağına taskbar da deyirik. Taskbar və yaxud da tez başlatma zolağı. Tez başlatma zolağı. Start menyusunu açmaq üçün gəlib üzərinə bir dəfə toxunmaqla startı aça bilirəm. Bundan başqa yolum nə idi startı açmaq üçün? Deməli, birinci qaydamız budur. İkinci qaydamız klaviaturadan Ctrl plus Escape düyməsi vasitəsilə, üçüncü qaydamız isə klaviaturadan Windows düyməsi vasitəsilə baş menyu açılır. Deməli, baş menyu nədir? Baş menyu əsas menyudur. Necə açıldı? Start düyməsi vasitəsilə. Start harda yerləşir? Baxın, deməli deyirik ki, tapşırıqlar zolağı və yaxud da tez başlatma zolağı və yaxud da deyirik ki, task var. Ən aşağı hissə, kompüterimizin ən aşağı hissəsi task var, tez başlatma zolağı və yaxud da tapşırıqlar zolağı adlanır. Burada ən birinci düyməmiz start düyməsidir. Üzərinə bir dəfə vurduqda, bir dəfə toxunduqda bizim üçün baş menyu açılır. Və yaxud da klaviaturadan. Klaviaturanı hal-hazırda ekrana gətirirəm. Sizin gördüyünüzdən əmin olun. Bəli, siz hal-hazırda məncə klaviaturanı ekranda görürsünüz. Bəli. Bir saniyə, indi görəcəksiniz. Bəli. Klaviaturadan Windows düyməsi, baxın bu düymədir. Və yaxud da Ctrl, Escape düyməsi vasitəsilə biz baş menyunu aça bilirik. Əla, bunu bildik. Problem yoxdur burada. Burada problem yoxdursa yolumuza davam edə bilərik. İndi bizim üçün nə üçün baş menyu və kontekst menyunu bilmək vacibdir? Ona görə ki, biz istənilən Office proqramını açmaq üçün starta müraciət edirik. Daxil oluram starta, birinci sütun yox, ikinci sütundan. Baxın, birinci sütunda ümumiyyətlə nələr olur? Gələn dərslərdə bunu mən sizə deyərəm. İkinci sütundan gəlirik, biz burada Office proqramlarını tapırıq. İstənilən Office proqramı, məsələn, Word-ü tapa bilərsən, düzdürmü? PowerPoint-i bu formada. Yəni, hərəkət oxlarından istifadə eləməklə, gəlirsən, bax, hərəkət oxlarından istifadə eləməklə, sən aşağı doğru çəkməklə tapa bilərsən. Deməli, məsələn, mənə lazımdır istənilən proqram və həmin proqram açılmış olur. Aydındır. Təkcə Word-ü açmaq yox, Excel-i, PowerPoint-u da bu şəkildə açmaq olar. Məsələn, Excel açıram. Aydındır. Bu birinci qaydamız. Deməli, birinci yolumuz necə oldu? Birinci qaydamız Start menyusundan açmaq. İkinci qaydamız necədir? İkinci qaydamız yadımızda saxlayırıq ki, burada tapşırıqlar zolağında search bölməsi var. Baxın, zəhmət olmasa, tip her to search. Bax, biz əgər istənilən proqramın adını bax bu sahədə yazsaq, məsələn, mən daxil edirəm, ingilis dilinə alt shiftdən istifadə edərək dilini dəyişirəm hal-hazırda, yazıram ora məsələn Word proqramının adı. Word-u yazan kimi avtomatik olaraq çıxdı mı? Bəli, istənilən proqram, təkcə Word-dən söhbət getmir də, Excel, PowerPoint, Access və s. hamısını bu formada tapa bilərik. İkinci necə oldu? Tapşırıqlar zolağında search bölməsi. Üçüncü qaydamız. Deməli, biz boş sahədə, iş masasının boş sahəsində sağ düyməni vursaq, açılan menyunun adı nədir? Köməkçi menyu, kontekst menyu. Kontekst menyudan gəlirəm, New bölməsini seçirəm. Buradan istənilən Office proqramını mən aça bilərəm və bu sənəd formasında açılır. Hal-hazırda görürsünüz. Bu açılma necə açılma adlandı? Sənəd formasında. Qeyd edirəm bura ki, yadınızda qalsın. Dilimizi dəyişək yenə də alt shift, deməli, sənəd forması. Yəni artıq bu belə dedi, yaddaşda müəyyən yer tutur. Üçüncü qaydamızı bildik, bəli. Sağ düymə vasitəsilə. Sağ düymə nə oldu? Sağ düyməni mən rабочий stolda bir dəfə vursam, kontekst menyu açılır. Kontekst menyudan gəlirəm New bölməsinə, New bölməsindən də folderə gəlirəm. Folderdən də istədiyim proqramı seçib adlandıra bilərəm. Bu mənim üçüncü qaydam. Dördüncü yolum isə iş masasında mən istənilən proqramı simgəsinin üzərində 2 qat klik etməklə. Beşinci qaydam isə hər hansı deməli, yerdə fərqi yoxdur. Windows R düyməsini, klaviaturadan Windows və R düyməsini. Deməli, klaviaturadan Windows düyməsi plus R düyməsini eyni vaxtda vururam. Və açılır mənim üçün belə bir pəncərə. Ekranda görə bilirsiniz də, düzdürmü? Mən buradan nə edirəm? İstənilən proqramın kodunu yaza bilərəm. Məsələn, OSK yazsam, klaviaturanı ekrana gətirəcək. WinWord, Word-ü, Excel-i, PowerPoint-i, aydındır. Sistemi ümumiyyətlə, hansı ki, kontrol paneli və kontrol panel sistemi. Yəni, istədiyim proqramı mən bu formada ekrana gətirə bilirəm. Bu bizimlə sizin aranızda olan Office proqramlarını necə açmaq olar qaydaları. Ümid edirəm ki, heç bir problemimiz yoxdur. Hər şey qaydasındadır. Bura qədər. Düzdürmü?